Gec danışan uşaq dahidir deyirlər və sən də buna inanıb sakitləşirsən. Amma gəl diqqətlə qulaq as. Bu çox vaxt bir yalandır. Və bəli, bu yalan uşağın üçün deyil, sırf sənin rahatçılığın üçündür. Çünki gözləyək demək, məsuliyyəti öz üzərindən atmaqdır. Amma uşağın gözləmir. Sən gecikdikcə o geri qalır. Sən susduqca o danışa bilmir. Sən gözlə dedikcə onun problemi daha da böyüyür. Ən acı həqiqətdə bilirsən nədir? Uşağın sənə möhtacdır. O danışa bilmədiyi üçün, fikrini bildirə bilmədiyi üçün ağlayır, qışqırır, əsəbləşir. Sən isə bunu sadəcə əsəb adlandırırsan, sadəcə uşağının bir kaprizi adlandırırsan. Bu kapriz deyil. Bu, uşağın kömək çağırışlarıdır. Amma sən bunu eşitmirsən, sən onu başa düşmürsən. Hazırda görməməzlikdən gəldiyin olan o nüans uşağın gələcək həyatına təsir edir. Məktəbdə geri qalacaq, özünü ifadə edə bilməyəcək, ünsiyyətdən qaçacaq, özünə qapanacaq. Həmin an bilirsən özünə nə sual verəcəksən? Axı mən niyə zamanında övladımın inkişafının üzərinə düşmədim? Onu niyə zamanında anlayıb ona öz dəstəyimi göstərmədim? Əgər 2 yaşında uşaq danışmırsa, səni anlamırsa, özünü ifadə edə bilmirsə, bu normal deyil. Gecikdirmədən problemin üzərinə düşmək lazımdır. Gözləmək sadəcə problemi gecikdirir və artırır. Amma hələ bir şansın var. Sən bugün gözləməzsən, zamanında uşağının inkişafını dəstəkləsən, gecikməyəcəksən. Yox, əgər hələ də sən gözləməyi seçərsənsə, o zaman bəlkə də sabahları artıq sənin üçün hər şey çox gec olacaq. Bu sənin seçimindir. Ya özünü gözləyəcək, keçəcək deyib aldatmağa davam edəcəksən, ya da zamanında hərəkətə keçib, övladının inkişafı üçün hərəkət edəcəksən. Elə bu dəqiqə, gecikmə, gözləmə, zamanı ötürmə, mənə yaz. Birlikdə uşağın inkişafına dəstək göstərək.